Adi payız günlərindən biridir. Neftçaladayım, kombi xarab olub. Yaydan birbaşa qışa köçdüydü, hava tez soyudu və dostum Binaminə yığıram ki, ay Binamin, bu kombiyə nə olub? Bir məsləhət ver. Təzyiq qalxdı. Ha, qalxa. Bir yarıma çatdı bağlayarsan. Elə sönür. Onda komba dağıtılır. Hə, kombi təmir olunmalıdır. Bu uzun məsələdir. Hə, onsuz bu kombi mənə lazım idi. İkinci kombi almaq istirdim, çünki həyətdəki hovuzu isitməli eləmək istirdim. Minlə maşına gedirəm elə Bakıya. Bakıda gəlib çatdım Baku Elektroniksə. Daxil olan kombilərin yanında görürəm ki, nə qədər kombi var, sərfəli qiymətə. Satış təmsilçisidir ki, bir dənə kombi sənə tövsiyə edirəm. Adı Mideyadır. 300 kvadrata qədər isidir və 3 fərqli isitmə rejimi var, qorunma sistemi var, həm də Wi-Fi var. Sən deyir, bir gün orada olsan, bir gün burada. Elə bir Wi-Fi qoşarsan, Bakıdan idarə eləsən. Yolda olanda qoşdun, enerjiyə qənaətdir, niyə boş-boşuna evi sinsin. Pulunu ödəyirəm, dostlar, kombimi götürürəm, nə edirəm, aparıram maşına, gedib quraşdıracam, olacaq əla.